Salamlar uşaqlar. Baxırıq əlbəttə ki nəyə? Xəqani Şirvaninin Gənclərə Nəsihət əsərinin təhlilinə. Əsərimiz yenə əlbəttə ki çox maraqlı bir əsərdir. Hər dəfə dediyim kimi. Əsərin birinci forma xüsusiyyətləri ilə başlayaq. İlk öncə onu deyim ki, əsərimiz 12-ci əsr nümunəsidir. Testlərdə qabağınıza çıxanda, yəni gözünüzü döyüb baxmayın. Əsərimiz 12-ci əsr nümunəsidir, çünki Xəqani Şirvaninin özü də 12-ci əsr şairidir. Əsərimiz lirik növdədir. Deyin, hə. Lirik növdədir, əruz vəznində yazılıb, yadınızda saxlayın, əruz vəznində yazılıb. Sonra məsnəvi formasındadır, məsnəvi şəklindədir. Baxın, məsnəvi şəklindədir, məsnəvi janrında deyil, məsnəvi formasındadır. Forma, şəkil bunlar hər ikisi eynidir. Sonra əsərin şeir vahidi bilirsiniz, bənddir və beytdir. Şeir vahidi bu əsərdə beytdir, yəni əsərimiz, bax bunu mütləq yadınıza saxlayın. Şeir vahidi bənddir, şeir şəkli desək, artıq ikilik götürəcəksiniz, yaxşımı? Əsərin şeir vahidi beyt, şeir şəkli isə ikilikdir. Sonra deyə bilərik ki, əsərimiz mövzu cəhətdən, yazaq mövzu cəhətdən, hansı mövzuda yazılıb əsərimiz? Böyle, tərbiyəvi mövzuda yazılıb. Əsər tərbiyəvi mövzudadır. Və tərbiyəvi mövzuda bilirsiniz ki, demək olar ki, siz bütün dövrlər üçün keçərli, yəni daha doğrusu belə deyək, aktual olan bir mövzudur. Bütün dövrlər üçün aktual olan bir mövzuda, yəni əsərimiz tərbiyəvi mövzuda yazılıb. Bu cümləni də testlərdə görəndə, yəni çaşıb qalmayın. Buranı belə skrin eləyə bilərsiniz. Belə 12-ci əsr nümunəsi yazmışam yuxarıda. Bu şəkildə skrin eləyib götürüb, yəni ekran şəkli alıb dəftərinizə qeyd eləyin mütləq forma xüsusiyyətlərini. Sonra əsərin mövzusu dedik, tərbiyəvi mövzuda. İdeyası əlbəttə ki, genişdir, bir neçə məsələyə əsərdə toxunulub. İndi keçək əsərin içində məzmun xüsusiyyətləri ilə bağlı, ideyası ilə də, ümumi demədiyim hissələrlə də bağlı görəcəyik. Həm belə təsvir ifadə vasitələri cəhətdən, həm də ümumiyyətlə istəyirəm ki, əsəri məzmun və forma xüsusiyyətləri cəhətdən təhlil edək. Deməli, fitnə törətmə, ey fitnəkar cavan. Fitnədir elləri dərdlərə salan. Baxın, fitnə törətmə, ey fitnəkar cavan. Birincisi, əsərdə müraciət varmı? Var. Bax, əsərdə müraciət var. Hətta əsərin ilk ilk beytində deməli müraciət var. Görürsünüz, kimə müraciət var? Fitnəkar cavana. Əsər fitnəkar cavana müraciətlə başlayır. Amma desə ki, əsərdə şairin özünə müraciət var. Xeyr. Baxın, yazaq bura. Şairə müraciət. Yəni, müəllifə müraciət. Baxsın. Müəllifə müraciət yoxdur burada. Şairin özünə müraciət yoxdur. Adı varmı? Bəli, təxəllüsü işlənib. Təxəllüs var. Təxəllüsündən istifadə olunub, amma özünə müraciət eləməyib. Təxəllüsü də harada işlənib? Yazaq onu, göstərək onu sizə. Baxın, sonuncu beytdən bir əvvəlki beytdə öz təxəllüsünü istifadə eləyib. Şair burada Xəqani öz təxəllüsünə istifadə eləyib, amma görürsünüz ki, xitab olsa hər iki tərəfindən virgül qoyulardı. Burada, yəni xitab şəklində, yəni müraciət şəklində verməyib. Sonuncu beyt yox, bəzən verə bilər ki, məqtə belə deyə bilər. Məqtə yəni sonuncu deməkdir, bilirsiniz. Yazaq burada. Sonuncu beyt. Məqtə beytdə deyər ki, şairin adı var, məqtə beytdə ad. Xeyr, bu fikir yanlışdır. Məqtə beyt, yəni sonuncu beytdə şairin adı görürsünüz ki, yoxdur. Təxəllüs yoxdur. Sonuncu beytdən əvvəlki beytdə. Yəni, sondan əvvəlki beytdə şairin adından istifadə olunub. İndi keçək əsərimizin ümumi ümumi məzmun xüsusiyyətlərini. Fitnə törətmə, ey fitnəkar cavan, fitnədir elləri dərdlərə salan. Baxın, şair burada fitnənin nə qədər pis bir əməl olduğundan danışır. Fitnə törətmə deyir, ey fitnəkar cavan, müraciət eləyir və fitnə törətmə elləri dərdlərə salan elə fitnədir deyir. Ondan sonra, cana məlhəmsə də vəfa etibar, fitnəkarlıq edər onu tarımar. Deyir, əgər vəfa, etibar, cana deyir məlhəmdirsə, məlhəm bilirsiniz də, yəni dərmandırsa, fitnəkarlıq, baxın, yenə fitnəni tənqid eləyir, görürsünüz, tənqid
mövzusu burada fitnədir. Fitnəni tənqid eləyir və deyir ki, fitnəkarlıq vəfanı, etibarı yox eləyər. Yəni sən əgər fitnəkarlıq eləsən, vəfan, etibarın yox olar, puç olar. Hiylə oğurluqdur, xoşsa əvvəli, oğrunun axırda kəsilər əli. Baxın, deyir, hiylə oğurluqdur. Hiləni nəyə bənzədir? Oğurluğa. Oğurluq olaraq dəyərləndirir. Deməli, oğurluq nəymiş? Hiləymiş. Deyir, hər nə qədər oğurluğun, yəni hilənin əvvəli xoş gəlsə, rahat gəlsə də, bu oğurluğun sonu, yəni həmin oğrunun sonunda əli kəsilər. Nifaq xəstəsisən, nə qədər ki sən, əlac saymaqdan da ziyan görərsən. Deyir, nə qədər ki nifaq xəstəsisən, nifaq bilirsiniz də. Deyir, nə qədər ki nifaq xəstəsisən, sən əlac saymaqdan ziyan görərsən. Yəni nifaqı burada, baxın artıq burada fitnəni pis dəyərləndirdi. Burada keçib nifaqı pis dəyərləndirir. Ki, yəni nifaq salmaq bilirsiniz, yəni qarşılıq yaxşı deyil, yəni düzgün deyil deyir. Aha, Vəfa küçəsində ev tut, yəqin bil. Deməli, Vəfa mənzilidir, ən yaxşı mənzildir. Vəfa küçəsində ev tut, yəqin bil. Vəfa mənzilidir, ən yaxşı mənzil. Ən yaxşı mənzil nə oldu? Vəfa mənzili. Yəni vəfalı olmaq bir növ ən yaxşı şey kimi göstərilir. Baxın, burada da vəfadan danışılmışdı, burada da həmçinin vəfadan danışılır. 2-ci və deməli 5-ci beytlərdə. Deyir ki, Vəfa küçəsində ev tut, yəni vəfalı ol, ən yaxşı mənzil vəfa mənzilidir. Bugün yoxdursa da kimdəsə vəfa, vəsiyyət edirəm, olma bir vəfa. Deyir, kimdəsə əgər bugün vəfa yoxdursa, həmin adama da vəsiyyət eləyirəm ki, bir vəfa olmasın, yəni düzgün deyil. Yəni düzgün deyil. Sonra, çalış az dostluq et, etsən də əgər, baxın az. Dostluqda möhkəm ol, sözdə mötəbər. Bax, deyir ki, burada artıq dostluqdan danışmağa keçəcək. Səhvim yoxsa alt dənə beytdə sırf dostluqla bağlı danışırdı. Fikir verin, burada dostluğun, bəzən testlərdə deyir, dostluğun meyarı. Dostluğun, yazaq bura, meyarı. Dostluğun meyarı verilib, bəli. Dostluqda möhkəm olmaq və sözdə mötəbər olmaq dostluğun meyarıdır. Şeirdə dostluğun meyarı verilib. Baxın, vəfa məsələsi, nifaq məsələsi, fitnəkarlıq məsələsinə toxunuldu. Burada da dostluq məsələsinə əlbəttə ki, toxunulub. Deyir ki, az dostluq et. Bəzən testlərdə verir ki, şair deyir, nə bilim, çox dostun olsun falan, yaxşı dostların olsun, çox dostun olsun. Belə şeylər xeyir. Çox dostun olsun demir, az dostun olsun deyir. Dostluğun az elə deyir. Amma az elədiyin dostluğunda möhkəm ol, dostluqda möhkəm ol, sözündə də mötəbər ol. Dostu qovanları alma yanına, yoxsa deyir gözün ağlar bu əhvalına. Yəni deyirsən dostluğa qarşı çıxan, dostluğu qovan, bəyənməyən kim varsa, onların yanında durma. Yəni onlarla bir olma. Yoxsa deyirsən bu əhvalıva, yoxsa deyirsən öz axırıva, özün də deyir üzülərsən, axırda görərsən ki, yəni düzgün deyilmişdi oradan da bu şey. Dostun haqlı vursa birini zinhar, demək ki, baxın haqlı. Demək ki, layiqdir, çıxma havadar. Deyir dostun əgər haqlı şəkildə. Dostun kimi gəldi vurdu, sən də onun tərəfində dur, yox. Yəni haqlı, haqsız dostunun yanında dur, xeyr. Bax bu fikir dostun haqlı, haqsız xeyr. Haqsız olduqda da yanında dur fikri verilməyib. Dostun deyir haqlı vursa, əgər haqlıdırsa dostun bir adama qarşı çıxmaqda, sən də o məqamda dostunun yanında dur və məsəl üçün onun qarşı çıxdığı adama havadar durma da, yəni onun qarşı çıxdığı adamın tərəfində durma. Dostun kim pisləyibsə, deməli həmin adam haqlı şəkildə pisləyibsə, deməli həmin adam pisdir. Sən də həmin adamın tərəfində durma, dostluğun tərəfində dur. Dost müttəhim edib kimi etsə rədd, qardaşın olsa da önünə sədd çək. Yəni dostun kimi bəyənməsə, kimin davranışı dostunu narahat eləsə və həmin adamı dostun rədd eləsə, baxın dostluğu necə uca qiymətləndirir. Şair burada bu beytlər vasitəsilə artıq baxın 1, 2, 3 və 4-cü beytdəyik ki, görürük. Hələ bundan sonra da bir 2 beytdə görəcəyik. Baxın, burada və burada. 6 beytdə ümumi. Görəcəyik ki, ümumi 6 beytdə şair dostluğu çox yüksək qiymətləndirib. Deyir, dostun kimisə, yəni bəyənməsə, kimsə dostunu incitsə və dostun onu rədd eləsə, sən də deyir, həmin adam qardaşın belə olsa, baxın, ailə üzvlərinə belə üstün tutur bir növ dostluğu. Qardaşın belə olsa, deyir, həmin adamın önünə sədd çək. Yəni dostluğun bəyənmədiyi adamı, bir olmadığı adamdan sən də bir olma. Qırsa bir bodağı dost hirslənərək, o cənnət ağacı olsa da əl çək. Bəzən verir ki, burada, nə bilim, dostun əlindən cənnət ağacı, cənnət gülü falan, belə şey yox. Belə bir şey yoxdur. Sadəcə deyir ki, dostun əgər
bir budağı hirslənib qırsa, həmin budaq cənnət ağacının budağıdırsa belə, yəni həmin budaqdan əl çək. Deyir, ən yaxşı şey olsa belə, dostun həmin şeyi sevmirsə, sən də sevmə. Dostun əkdiyi gül olsa da tikan, çıxarıb yerindən onu atmasan. Yəni burada da deyir ki, yenə həmçinin dostun əkdiyi gül olsa da tikan, çıxarıb onu yerindən onu atmasan. Yəni bu məncə aydındır. Burada nəsə izah etmək bir şey yoxdur. Haqq yolunda çalış o qədər ki, haqq razı qaldığını biləsən mütləq. Baxın, haqq dedikdə burada ümumiyyətlə ədəbiyyatımızda belədir. Haqq, haqq bu ifadələr Allah mənasında işlədilir. Yəni burada bəzən verir ki, nə bilim, bir dəqiqə yazaq bunu. Aha. Bəzən deyir ki, Allah daha doğrusu dostun yolunda çox çalış, dostun səndən razı qalsın falan tezlərdə belə verir. Xeyr, burada haqq dedikdə dost yox əlbəttə ki, Allah Tanrı nəzərdə tutulur. Və deyir ki, Allah yolunda o qədər çalış ki, baxın artıq dostu söhbətini tərk elədi, keçdi Allaha, din motivinə yer verilib görürsüz ki, deyir ki, estağfurullah, Allah yolunda deyir o qədər çalış ki, Allahın səndən razı qaldığını mütləq biləsən. Yəni Allahın səndən razı qaldığını bilənə qədər Allah yolunda çalış deyir, çabala. Bir kiçik adama nəvaziş etsən, sənin böyüklüyün getməz əlindən. Baxın, kiçik, böyüklük, bunlar təzaddır, təzaddan istifadə olunub. Və deyir ki, kiçiklərə hörmət, baxın, kiçiklərə hörmət də aşılanıb. Mütləq yadınıza saxlayın. Hansı beytlərdə, nələrdən? Məsəl üçün, mən indi belə şifahi deyirəm, siz test, yəni dəftərinizi qabağına qoyub, məsəl üçün, birinci beytdə filan mövzudan danışılır, ikinci beytdə filan mövzudan danışılır. Mən dediklərimi xülasə şəklində, qısa şəkildə oralara qeyd edeyim, mütləq beyt yadınızda qalsın rahat. Bir kiçik adama nəvaziş etsən, dediyim kimi, kiçik, böyük burada hardasa təzad kimi sayıla bilər. Həmçinin, baxın, kiçiklərə nəvaziş etmək, qayğı göstərmək və hörmət. Kiçiyə, böyüyə hörmət burada aşılanır. Deyir, kiçiklərə, yəni uşaqlara, özündən balacalara nəvaziş eləsən, qayğı göstərsən, sənin böyüklüyün əlindən getməz. Razılıq etsə də səndən bir nadan, onun tərifinə aldanmayasın. Deyir, əgər nadan səndən razılıq eləsə, onun tərifinə aldanma. Nadan insanlar burada, baxın, 1-2 beytdə, hətta 2 yox, bir dəqiqə baxım, 3 beytdə demək olar ki, nadanlar tənqid olunur və deyilir ki, deyir, nadan sənə yalançı tərif, baxın, yalançı tərif söhbəti yadınızdadır, Əsgər məktubunda da var idi. Əsgər məktubunda deyir ki, Əsgər məktubu yalançı təriflərdən uzaq olur, yəni nadan insanların tərifindən uzaq olur. Nadan da bilirsiniz də, yəni cahil insan. Cahil insan deyir, sənə tərif eləsə, onun tərifinə deyir, aldanma. Sən onu, yenə baxın, nəsiyyət şəklində verilib. Bu bir növ ümumiyyətlə bu əsər, onu da yadımdan çıxmamış qeyd edeyim, şairin nəsiyyətnaməsidir. Nəsihətnamə. Şairin nəsihətnaməsi sayıla bilər. Çünki görürsünüz, başdan ayağa fitnəkar cavana müraciətlə şair burada nəsihət verir. Aha, sən onu öyüdükcə o lovğalanar. Baxın, nadan insanlardan söhbət gedir ki, burada. Deyir, sən onu öyüdükcə o adam lovğalanacaq. Deyir, özünü yoldaş yox, əmioğlun salacaq. Deyir, yəni aradakı pərdəni də aradan götürəcək. Daha boyun qoymaz işə xidmətə, lovğalanar, yabancı olur hörmətə. Deyir, dayı o nadan adam bir dəfə ki, deyir, onun sözünə boyun qoydun, yəni onu təriflədimsə, ondan sonra deyir, bir də işə xidmətə, yəni sənin dedikləri eləməyə boyun qoymayacaq, yəni çıxıb boyunda oturacaq və deyir ki, yabancı olacaq hörmətə və sən də hörmətdən düşəcəksən onun gözündə, sənə hörmət eləməyəcək. Boyun böyüklüyü deyildir gərək, hümmət böyük olsun, bir də ki, ürək. Deyir ki, boyun böyüklüyü əsas deyil. Əsas böyük olmalı olan şey hörmətdir və ürəkdir. Ürəyin və hörmətin böyük olsun. Yəni, yaşın böyük olmasa da olar. Dünyada ağıl tək bir ustad varmı? Baxın, ağıl tək təşbehdən istifadə olunub. O bir qul yanında şagird olarım. Baxın, ağılın qul yanında şagird olmağı bu artıq metafordur. Burada həm, bu beytə mütləq fikir verin, həm təşbehdən istifadə olundu, həm də metafordan istifadə olundu. Həmçinin burada baxın, bədii suallar da var. Əlbəttə ki, bunlar bir dəqiqə yazaq. Bədii sual. Bədii suallardan da əlbəttə ki, burada istifadə olunub. Sənətdə tək olan bu Xaqanidən, baxın, yenə dediyim kimi, şeirin sonundan ikinci beytində, yəni sonundan əvvəlki beytində şair öz adını çəkib, amma özünə müraciət eləməyib və deyir ki, sənətdə tək olan bu Xaqanidən gəl incə mənalı fikir eşitsən. Baxın, bu hissəni sırf şairin biz özünü fəxriyyəsi kimi adlandıra bilərik. Baxın, yazaq bura, fəxriyyə. Bütöv şeiri yox, amma o hissəni, bəli. Şairin burada özünü fəxriyyəsi kimi, yəni özünün tərifi kimi adlandıra bilərik. Fəxriyyə də bilirsiniz də nədir qəzəldə, daha doğrusu qəsdədən. Deməli, burada,
şair özünü tərifləyir və deyir ki, baxın özünü sənətdə tək adlandırır. Deyir, sənətdə tək olan bu Xəqanidən. Və deyir, gəlincə mənalı fikir eşitsən, yenə özünü, öz şeirini tərifləyir, əsərini tərifləyir. Qorun pis adamdan, anla ki onlar, əqrəb tək kör olar, ilan tək lal çar. Baxın, burada deyir, pis adamdan qorunmağı bizə tövsiyə eləyir, məsləhət bilir. Həmçinin məsləhət şəklində yadınızdasa, Durnalar əsəri var idi. Bir dəqiqə. Hə, deməli, Qasım bəy Zakirin Durnalar əsərində də Qasım bəy Zakir durnalara yurdun üstündən, vətənin üstündən keçərkən ehtiyatlı olmağı məsləhət bilir. Buradan da həmçinin məsləhət məsələsi var. Əqrəb tək kör olar, ilan tək lal kar. Baxın, əqrəb tək kör, bunu mütləq yadınızda saxlayın, testlərdə, hətta qəbulda da düşə bilər. Bu mütləq ağlınızda qalsın. Necə ağlınızda qalsın deyəcəm. İlan təkdə lal və ilan tək kar. Baxın, ilan lal kar olur, yadınızda saxlayın. İlan lal olur, bir də kar olur. Amma əqrəb kör olur. Əqrəblər kör olur ümumiyyətlə bir heyvan olaraq. Belə də yadınızda saxlaya bilərsiniz ki, yadınızdadır, Əqrəb və Çanaqlı Bağa əsəri var idi. Əqrəb və Çanaqlı Bağa əsərində də əqrəb yəni nankorluq eləyir də. Orada bağaya qarşı, bağa ona yaxşılıq eləyir. O bağaya qarşı nankorluq eləyir. Düzdürmü? Və bu əsərdə də yadınızda saxlaya bilərsiniz ki, kör, nankor. Yəni əqrəblər nankor olur. Kör olur. Belə əqrəb kör, ilan da lal və kar olur. Bu da belə. Bu əsərimizin indi içində ümumi təhlili. Əsərimizlə bağlı ümid edirəm əsərin üstündə qeydlərinizi götürdünüz kitabdan. İndi keçək əsərlə bağlı. Bir də burada bir şey də istəyirsiniz deyim. Burada bir dəqiqə. Haradaydı o? Əqrəb tək kör. Bax, burada əqrəb yox, ilan. İlana bənzətmə yadınızdasa başqa hansı əsərlərdə var idi? Vaqif əsərində var idi, Səməd Vurğunun Vaqif əsərində. Sonra Səsli Qız əsərində var idi. Bəli, Səsli Qız əsərində. Deməli, orada adını siz deyin. Qalib hökmdar, məğlub yox, qalib hökmdar ilana bənzədilirdi. Şahmar deyilirdi. Onu deyir, gərək Şahmar çoxdan öləydi, yəni bu zəhər içəydi. Sonra Şəhidlər poemasında, Bəxtiyar Vahabzadənin Şəhidlər poemasında da var. Sonra Qaytar Qüdrətimi Azərbaycan əsəri var. Qaytar Qüdrətimi Azərbaycan. Qaytar Qüdrətimi Azərbaycan əsərində də orada da yadınızdasa Zəhərli Əfi adlandırırdı düşməni şair. Qaytar Qüdrətimi Azərbaycan əsərində də baxın, Vaqif, Səsli Qız, Şəhidlər, Qaytar Qüdrətimi Azərbaycan əsərlərində də həmçinin deməli ilana bənzətmədən istifadə olunub. İndi keçək əsərin ümumi məzmun xüsusiyyətlərinə bağlı başqa nə qalıbsa onlara toxunaq. Forma xüsusiyyətlərini zaten orada dediyim, görürsüz, yazarsınız dəftərinizə. Başqa əsərdə belə deyək, gənclərə baxın, gənclərə yazaq bura, rəğbət, bəzən belə verər, çaşmayın. Yəni, burada gənclərə nifrət yoxdur. Gənclərə rəğbət var yazaq, ya da belə qoyaq. Deməli, burada gənclərə nifrət falan xeyr. Əlbəttə, gənclərə nifrət yox. Niyə gənclərə nifrət eləsin? Gənclərə əksinə daha doğrusu rəğbət var. İnsan xarakterinə xas mənfi və müsbət xüsusiyyətlər qarşı-qarşıya qoyulur. Baxın, qarşı-qarşıya qoyulan təzad yaradan nədir? İnsan xarakterinə, yəni xasiyyətinə xas, mənfi və müsbət xüsusiyyətlərdir. Qarşı-qarşıya qoyulur. Əsərdə bədii sual, baxın yazıram. Bədii sual var. Bədii sualına istifadə olunub. Sonra deyə bilərik ki, əsərdə müraciət var, amma şairin özünə müraciət deyil. Əsər ümumiyyətlə müraciətlə başlayır. Müraciətlə başlayan başqa əsərlərimiz də var idi. Yadınızdasa qeyd eləyərsiniz dəftərinizə. İndi mən deməyim, özünüz araşdırın. Bədii sualla başlayır, daha doğrusu bədii xitabla başlayır, müraciətlə başlayır. Bədii xitab var yazaq. Bədii xitab var və əsərimizdə fitnəkar cavana müraciətlə bədii xitabla başlayır. Sonra şair bu şeirdə özünün sənətdə tək olduğunu vurğulayır. Sonra nə deyə bilərik? Şeirdə gəncləri hilədən, oğurluqdan, fitnədən, nifaqdan uzaq olmağa, baxın yazaq. Nədən uzaq ol? Bir dəqiqə, buraya hara yazaq, buraya yazaq. Deyir ki, uzaq ol, başlıq yazaq, uzaq ol. Nədən uzaq ol deyir? Hilədən, fitnədən, fitnə, sonra oğurluqdan, sonra nifaqdan, orada nifaq var idi. Bir də, bir dəqiqə.
Bir dəqiqə, hə. Bir də nifaqdan. Nifaqdan uzaq olmağı deyir. Baxın, hiylə, fitnə, oğurluq, nifaq, yəni o pislik, pis nə varsa belə yazaq. Pis insanlar da var həmçinin orada. İndi yazıram. Pislikdən uzaq olmağı deyir şair. Bəs nələr aşılanır? Nələr aşılanır? Yəni necə olmalıyıq? Gənclər necə olmalıdır? Vəfalı, dostluqda sadiq və etibarlı. Baxın, etibarlı yazıram, mən də başlıq yazmadım, özünüz qeyd edirsiniz. Necə olmalıyıq? Gəncləri necə olmağa səsləyir? Etibarlı. Sonra dostluğa sadiq. Dost. Ay. Bir dəqiqə, dostluğa sadiq. Dostluğa sadiq, etibarlı. Bir də ki, vəfalı, hə. Bir də vəfalı olmağı gənclərə səsləyir. Yəni gənclərə səsləyir ki, vəfalı, dostluğa sadiq və etibarlı olsunlar. Bu da belə. Başqa nə qaldı? Baxaq. Sonra. Sonda yox, məktəb beytdə yox, sondan əvvəlki beytdə şairin adı var. Məsnəvi şəklində qafiyələnib. Bunu dedimmi? Yadımda deyil, yenə də baxın. Məsnəvinin qafiyələnməsi necədir? Yəni şeirin qafiyələnməsi avtomatik necə olacaq? A, B, C, yəni qoşa cüt qafiyələnir də, düzdürmü? Baxın, məsnəvi şəklində cüt qafiyələnir. Burada da baxanda fitnə törətmə, fitnəkar, cavan, baxın, salan, A. Deməli, etibar, tarmar. Deməli, B, əvvəli, C, əli, C. Görürsünüz, məsələn, zəngi qafiyə. Nəsə, yəni qoşa-qoşa cüt qafiyələnib A, B, C, D şəklində qafiyələndiyinə görə məsnəvi şəklindədir. Bu da belə. Başqa bir şey əsərdə yoxdur. Əsərimizin təhlili deməli bu qədər.